2020-ci il 28 oktyabr günorta saat 13 radələri. Cəbhədə ağır məğlubiyyət alan Ermənistan silahlı birləşmələri çirkin əməllərdən əl çəkmirdi. Keçmiş təmas zonasından uzaqda yerləşən Bərdə şəhəri növbəti dəfə hədəfə çevrildi. Minlərlə insanın yaşadığı Bərdəyə beynəlxalq hüquqla qadağan olunan kasetli bombalardan istifadə etməklə zərbələr endirildi. Bərdə terrorunda hadisələrin epicentri hazırda mənim hərəkət etdiyim bu meydan oldu. O meydan ki, burada həm piyadaların, həm də avtomobillərin hərəkəti daha intensivdir. Terror hadisəsi nəticəsində 20 mülki insanımız gündəlik həyatını sürdürərkən qətl edildi. 82 insanımız isə qəlpə yaralar aldı. Bu, müharibə başlayan gündən sözgedən tarixədək həyata keçirilən 4-cü raket hücumu oldu. 28 oktyabr terroru miqyasına və vurduğu ziyana görə əvvəlkilərdən daha şiddətli idi. Hadisə şahidləri həmin günü belə xatırlayırlar. Qəfildən çox güclü bir partlayış oldu. Mən aildim ki, öz maşınımın içindəyim də, maşınım yanır. Qapısını açdım düşməyə, qılsam sallaq vəziyyətdə düşdüm. Yəni bədənim çox, yaraları çox idi da. Elə bir süründüm, mən maşından çıxdım, hamı yerdə, qan. Yəni vəziyyət o qədər acınacaqlı idi, onu danışmaqla, qutarmaq olmaz, onu danışmaqla izah eləmək olur. Həmin yoldaşım, həm oğlum şəhid olubdu. Biri 1993-cü ildə şəhid oldu, biri də 44 günlük müharibədə Pajarnının quruqunda erməninin atdığı raket mərmilərinin qurbanı oldu. Atam şəhid olanda mən 9-cu sinifdə oxuyurdum. Həqiqətən də çox ağır verici bir hiss idi. İndi universitet tələbəsiyəm. Yəni, nə qədər çətin olsa da bir o qədər də qürur verici bir hissdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Ənənəvi olaraq Bərdənin 4-cü dəfə raket hücumuna məruz qalması nəticəsində həlak olanların xatirəsi yad olundu. Sakinlər hadisənin baş verdiyi əraziyə gələrək terror qurbanlarına ehtiramlarını ifadə etdilər. Elnur Tofiq, Elmin İsfəndiyarov, Sabir Bilalov, AzTV xəbər.